Ben deyəndə ki, səbirli olun. Qarabağ rəhbərliyi atıb səxavət kisəsini transfer edəcək, hopqa verəcək, Qarabağ azərkeşlərinin üzünü bu yay möhtəşəm güldürəcək, heç kim inanmırdı. Özü bizim mətbuat demir ha. Bunu Portuqaliya mətbuatı bilir. Nə deyir? Diqqətimiz Qarabağ TV-də olsun. Deməli, Qarabağ Portuqaliyanın Qazapia klubunun mərkəz müdafiəsi ilə maraqlanır. Bu haqda Apolla nəşri məlumat yayıb. Portuqaliya təmsilçisi rəhbərliyi müdafiəsini təxmini 1.500.000 avro qarşılığında buraxmağa hazırdır. Hələ belə söhbət deyil ha qardaşım. Boyu 1.91'dir. Müdafiənin mərkəzidir. Söhbət bilsən kimdən gedir? Söhbət Joe Goulard'dan gedir. İnşallah Allahın izni ilə bu gəlsə, belə də ki, bu xəbərləri Portuqaliyadan eşitmək, İspaniyadan eşitmək doğrudan da sevinç verici bir şeydir. Yəni Qarabağ rəhbərliyini əlinin üstünə qoymur. Çalışmaları artıq start verib. Allah xeyir versin. Kim gələcək?